Salam dostlar, bugün isim birinci set test opsundan ismin izahını verəcəm. İsimdən başlayacaq, ondan sonra isim, sifət, sair, onun da arxası gələcək. Əvvəllər find komponentini izah eləmədim, onları ən axırda izah edəcəm, onlar daha asan mövzulardır. Ona görə başlayırıq elə isimdən izah verməyə. Başlayaq birinci testdən. Deyir, isimlərdən ibarət olan bəndi müəyyən elə. A variantda baxırıq ki, Dastan, Çəmən, Qarağdalı, Bakı, elə hamısı isimdir, A variantını götürürük. B variantında axşam həm isim, həm də zərf kimi işlənilir. Dünənki 2 sifət düzəldən şəkilçidir, xeyli, saydı, oxumaq feildir C variantında. Ondan sonra Y variantı ucadır, sifətdir, danışmaqdır, feildir, ona görə cavab A variantı. Bunlar asan testlərdə, ona görə deyib keçirəm bunları. Sonra ikinci sualda da cavab B variantı olacaq. Gürültü nə, xışıltı nə, yaxşılıq nə, sevgi nə, hamısı bunların isimdir və mücərrəd mənalı isimlərdir. Hansı ki, bunları görə bilmirik. Konkret və mücərrəd mənalı isimlər var. Hansı ki, konkret mənalı olan isimləri biz gözlə görüb şəklini çəkə bilirik. Yəni bizim gördüyümüzlərdir. Amma mücərrəd mənalı olan isimlər isə gözlə görə bilmədiyimiz, şəklini çəkə bilmədiyimiz, yəni sadəcə fikir olaraq xəyalımızı canlandıra biləcəyimiz isimlərdən danışılır mücərrəd mənalıda. Üçüncü sual. Üçüncü sualda da cavab gözəllik, qavrayış üstündür, C variantıdır. Gözəllik gözlə görə bilmirik, qavrayış da eyni şəkildə, üzüntü də eyni şəkildə və bunlar da hamısı düzəltmədir. Lığdiq şəkilçidir C variantında gözəllikdə. Qavramaq sözündən qavrayış yaranır. Üzüntü sözündə üzülmək sözündən, yəni üzmək sözündən üzüntü yaranır. Burada da cavab C variantı olur. Ondan sonra dördüncü sual. Hara sualına cavab verəndir, isimləri müəyyən edin. Cavab burada D variantı olacaq. Şəhərdir, kənddir, qəsəbədir, sahildir, hamısı hara sualına cavab verir. Həm də ki, bunlar isimdir. Çox vaxt şərtdə çaşdırırlar. Hara sualına cavab verən isim də ola bilər, söz də yaza bilər. Yəni başqa bir söz də yaza bilər. Yəni orada niksəs olaraq çaşdıra bilər. Onlara diqqət yetirmək lazımdır. Sonra 5-ci sual. Hansı cərgədəki sözlər toplu isimlərdir deyir. 5-ci sualda da ki, cavab D variantı olacaq. Sürü və cəmaət sözlərdir ki, hansı ki, bunlar toplu isimlərdir. Yəni toplu isimlər nə deməkdir? Toplu isimlər yəni lalilər şəkilçisi normalda cəm yaradır. Amma ki, bəzi isimlər var ki, cəmlik məzmunu bildirir. Lalilər qəbul eləmədən onlar da ki, toplu isimlər deyilir. Hansı ki, sürüdür, cəmaətdir, ilxıdır, belə sözlərə aiddir və cavab burada D variantıdır. 6-da da yenə deyir ki, 6-da hansı sözlər toplu isimlərdir? Toplu isimlərdə hansı sözlərdir? Y variantında qoşun və alaydır. Hansı ki, buna yenə toplu isimlərdir. Bunlar üstə çox dayanmıram, bunlar asan testlərdir. 7-də mücərrəd mənalı düzəltmə isimlərdir. Burada əsasən düzəltmələri seçməliyik. Ona görə cavab A variantıdır. Duy sözündən, duymaq sözündən duyğu yaranır, sevmək sözündən sevgi yaranır, qorxmaq sözündən qorxu yaranır. Ona görə də cavab A variantıdır və bunlar da ki, mücərrəddirlər. Yəni bunları biz heç cürə görə bilmirik, sadəcə belə fikir cəhətdən bunları bilirik. 8. Mücərrəd mənalı bildirən düzəltmə isimləri deyir müəyyən elə. 8-də cavab mücərrəd mənalı bildirən düzəltmə isimlər, cavab B variantı olacaq. Pislik və yaxşılıqdır ki, burada lığdiq şəkilçisidir. Sifətdən isim yaradır və bunlar mücərrəddir, yəni görə bilmirik. Çox vaxtı lığdiq şəkilçisi çox vaxtı, yəni əsasən mücərrəd mənalı isimlər yaradır. Bunu da yadınızda saxlayın. 9. Mücərrəd mənalı yenə düzəltmə isimlər deyir müəyyən elə. Deməli, 9-da da cavab cavab burada C variantı olacaq. Qavrayış, insanlıq, duyğu. Qavramaq sözündən qavrayış yaranır. İnsan sözündən insanlıq, duymaq sözündən duyğu yaranır. Hansı ki, demişdim, burada şıllıq şəkilçisi çox vaxtı mücərrəd mənalı isimlər yaradır. Ondan sonra 10. Saydan düzəltmiş mücərrəd mənalı deyir. İsim müəyyənələr, yəni bir növü saydan düzəltmiş deyil, düzəltmə isim demək istəyir həm də ki, istəyir saydan düzəlsin. Deməli, baxırıq. Onda A variantıdır.
Az sözün kökü lıqliqlüşdə leksik şəkilçidir və bu da mücərrəd mənalı isimdir, saydan düzəlir. B variantında yaxşı sifətdir, C-də doğru sifətdir. Sonra orada çökməkdir. Yəni buradakıların hamısı başqa hissəsindən düzəlib, amma A variantı saydan düzəldiyinə görə cavab A variantıdır. Sonra 11. Hansı cümlə deyir, ümumi isimlə başlayır? Burada cavab A'da deyir, Sarayevada olimpiyada keçirilmişdir. Olimpiyada keçirilmişdir Sarayevada. Bu şəhər adıdır, ya ölkə adı, yəni burada yer məkan bildirir. A getdi. Saranın qiymətləri qənaətbəxşdir. B variantı da getdi. Bu da xüsusi isimdir. Saraya fəxri təqaüd bir insan adıdır. C variantı da getdi. D-də Saraya qəsəbə statusu verildi. Saraya. Bu da Saray qəsəbəsi demək istəyib. Bu da yer adıdır. D variantı getdi. Saraya təzə avadanlıq alındı. Bu saray sadəcə yəni normal bildiyimiz, məsələn, əvvəllər padşahların falan yaşadığı saraydan bəhs olunur. Ona görə cavab Y variantıdır. Burada ümumi isim kimi götürülürlər. Sonra 12-ci sual. Hansı cümlə deyir, xüsusi isimlə başlayır? 12-ci sualda deməli, xüsusi isim yerdən ot dizə qədər qalxmışdı. Yerdən deyəndə, yəqin ki, burada planet mənasında birində yerini nəzərdə tutacaqlar. Ona görə onu seçməliyik. Yerdən deyir ot, yəni bizim bildiyimiz yer torpaqdan. Ona görə A variantı deyil. Yerdən götürdüyüm karandaş sevimli idi. Yerdən yenə yerdən götürdüyüm, B-də getdiyim isimdir. C yerdən çox yer var. Yenə torpaq mənası falan verir. C-nin də çıxdığı yerdən uzaqlaşan kozmik gəmi görünməz oldu. Burada yer isə yenə dediyim kimi planet mənasını verir. Ona görə bu xüsusi isimlə başlayıb D variantı cavab. Yerini də deyir, heç kimə vermə. Bu da deyil. Ona görə 12-də cavab D variantıdır. 13-də deyir, mücərrəd mənalı bildirən düzəltmə isimlər cərgəsini müəyyən elə. 13-də cavab deməli, 13-də cavab D variantıdır. Mücərrəd mənalı bildirən düzəltmə isimdir. Sevgidir, sevməkdən yaranır. Yaxşılıq yaxşıdan yaranır. Anlamaq, an sözündən anla. Sonra da anlayış yaranır. Burada anlamaq sözündən götürüblər. Anlamaq sözündən anlayış, şad sözündən şadlıq yaranır. Bunların hamısı isimdir. Cavab D variantıdır. A variantı ilə arzuyu sadədir. B-də səadət deməli sadədir. Ondan sonra C variantında başçısını görürük, əkinçisini görürük. Ona görə mücərrəd mənalı deyil. Y variantında meydançadır, heç onu da görürük. Ona görə cavab D variantıdır. 14. Mücərrəd mənalı yenə düzəltmə isimləridir müəyyən elə. Burada da cavab C variantı deyir ki, duyğu sözünün neçə testdə qabağımıza çıxdı mücərrəd mənalı isimdir və düzəltmədir. Bildikdəki saydan yaranan mücərrəd mənalı düzəltmə isimdir. Hansı ki, burada lıqliq şəkilçisidir. Bu da deyim ki, mücərrəd mənalı əsasən isimlər yaradır. 15 sual mücərrəd mənalı bizdən düzəltmə isimləri müəyyən elə. Burada cavab yenə Y variantıdır. Mən sözündən mənlik yaranır, yəni əvəzlikdən isim yaranır. Anlayışda isə anlamaq sözündən anlayış yaranır. Bunlar da yenə düzəltmə isimdir və mücərrəd məna bildirir. Çünki yəni mənliyimi görmürəm və anlayış sözündə də ki, anlayışı görmürəm. Yəni doğrusu həyatda görmək mümkün deyil. 16 sual cümlələrdən birində mücərrəd mənalı deyir, isim işlənib. 16-cı sualda cavab deməli mücərrəd mənalı deyir, isim işlənib. Burada da ki, cavab D variantıdır. Burada gözəl sözündən gözəllikdir. Deməli burada da ki, cümlədə mücərrəd mənalı isim, gözəllikdəki mücərrəd mənalı isimdir. Lıqliqlulu şəkilçisi düzəltmə deməli mücərrəd mənalı isimlər düzəldir əsasən. 17. Cümlənin birində mücərrəd mənalı isim işlənmişdir. Burada da cavab A variantıdır. Sözün də su kimi lətafəti var. Lətafəti biz görmürük. Ona görə də cavab A variantıdır. Elə B variantı Selcan bir dayısı bir əmsi burada yoxdur. Pambıqçıları biz görürük. Bol burada yəni sifətli isim deyil. Məhsul isimdə amma görürük. Qışlaqlar da deyir su boldu. Qışlaqları görürük. Suyunu görürük. Deyir yazıda deyir bu zəflik olacaq. Yəni burada isim bir yazdı. Burada da ki yoxdur. Yenə də onu görə bilirik. Mücərrəd kimi götürülmür. Çayları da görə bilirik, amma A variantında deyil, lətafəti var, nəyi var? 17-də də ki, A variantı olacaq. 18. Mücərrəd mənalı isimləri müəyyən edin.
Burada deməli biri olacaq fikir və anlayış sözləri. Fikir sözünü görmürük, anlayış sözünü yenə görmürük. Ona görə bunlar isimlərdir, həm də mücərrəd mənalıdır. Bir də cavab 2 olacaq. Çoxluq və sevgi çox sözü lıq şəkilçisindən yaranıb, çox sözündən saydan isim yaranıb, sevmək sözündən də sevgi yaranıb. Buradan ayrıca götürürük 1, 2. 3-də əmək sözüdür. Demək, əməkdir, bir də süzmə görürük. Gözlükdə gözlüyü görürük. Əkinçisini də görürük. Ona görə də 3, 4, 5 də bu variantlara görə çıxır cavab